Qrenlandiya dünyanın ən böyük adasıdır və sahəsi təxminən 2.166.086 kvadrat kilometrdir. Lakin bu qədər böyük bir ərazidə cəmi 56.000 nəfər yaşayır. Bu da onu dünyanın ən az məskunlaşmış yerlərindən birinə çevirir. Qrenlandiyanın təxminən 80%-i buzla örtülüdür. Bu buz örtüyü o qədər böyükdür ki, əgər tamamilə əritsə, dünya okeanlarının səviyyəsi 7 metr qalxar. Coğrafi olaraq Şimali Amerikaya aid olan Qrenlandiya siyasi cəhətdən Danimarka krallığının bir hissəsidir. Lakin özünü idarə etmə hüququ var. Ada həm də unikal təbiət hadisələri ilə məşhurdur. Məsələn, yay aylarında şimal hissəsində günəş batmır və 24 saat gündüz olur. Bu fenomen Midnight Sun adlanır. Qışda isə əksinə günəş üzə çıxmır və qaranlıq hökm sürür. Qrenlandiyanın yerli əhalisi İnuitlər min illərdir ki, burada yaşayır. Onlar balinovu, suitovu və balıqçılıqla məşğul olurlar. İnuit mədəniyyəti və ənənələri adanın tarixində mühüm yer tutur. Qrenlandiya həm də iqlim dəyişikliyinin təsirlərini ən çox hiss edən yerlərdən biridir. Buzaqların sürətlə əriməsi elmi tədqiqatlar üçün mühüm mənbədir. Bu ərimə həm də dünya üçün böyük bir təhlükə yaradır. Qrenlandiyanın yeraltı sərvətləri arasında nadir metallar, qiymətli daşlar və enerji resursları var. Buz örtüyünün altında yerləşən bu resurslar iqlim dəyişikliyi səbəbindən daha əlçatan olur. Lakin onların çıxarılması ekoloji risklər daşıyır. Ada həm də unikal fauna ilə zəngindir. Burada qütb ayları, suiti, balinalar və müxtəlif quş növləri yaşayır. Qrenlandiyanın təbiəti ekstremal turizm üçün ideal şərait yaradır. Buz dağları, fiordlar və qütb işıqları kimi təbiət möcüzələri ziyarətçiləri heyran edir. Qrenlandiya həm təbiəti, həm də mədəniyyəti ilə dünyanın ən unikal yerlərindən biridir. Bu buzla örtülü ada həm gözəlliyi, həm də elmi əhəmiyyəti ilə diqqət çəkir.